Bu, judo üzrə dünya turunda Azərbaycan millisinin yazdığı tarixi nəticələrin qısa xülasəsidir. Təsəvvür edin, ilin əvvəlindən bəri cəmi 4 turnir olub, amma bizimkilər sözün əsl mənasında tatamini yandırıb yaxaraq düz 16 medal qazanıblar. Yəni bu, oktyabrda Bakıdakı dünya çempionatında əsl fırtına qopacağının tam aydın anonsudur. Birincisi, bu gənc uşaqlar qlobal reytingimizi, necə deyərlər, az qala kosmosa uçurublar. Bilirdinizmi ki, biz hazırda Yaponiyadan və Fransadan sonra dünyada 3-cü yerdəyik? Bəli, Parisdə qızıl alan Balabəy Ağayev kimi gənclərimiz artıq sadəcə təcrübə yığmırlar. Onlar birbaşa liderliyi ələ alıb, rəqiblərin qorxulu yuxusuna çevriliblər. İkincisi, baxın, bu gəncləşmə dalğası komanda daxilində elə bir amansız rəqabət yaradıb ki, inanın adam məhdəl qalır. Bəzi çəkilərdə birdən-birə 3 fərqli idmançımız gedib xaricdə medal alır. Yəni, vəziyyət o yerə çatıb ki, idmançılarımız üçün bəzən elə öz komanda yoldaşı ilə rəqabət aparmaq, əcnəbi rəqibi məğlub etməkdən daha çətin olur. Nəhayət gələk bizim o təcrübəli çempionlarımıza. Hidayət Heydarov və Zelim Katsoyev kimi olimpiya ulduzlarımız hələlik ancaq bürünc medallarla kifayətlənirlər. Amma heç kim düşünməsin ki, bu bir zəiflikdir.